Salam əziz dostlar, bugün sizə onlayn növbə sistemini izah edəcəm. Onlayn növbə sistemi web monitordan ibarətdir. Monitor hər hansı bir bankda, klinikada və ya digər obyektdə quraşdırıla bilər. Burada xidmətlər və xidmətlərə bağlı masalar görsənir. Çek götürülən zaman avtomatik dəyişir. Və kənarda hər hansı bir cihaz, tablet, telefon və yaxud da kompüter və yaxud da hər hansı bir növbə cihazı olur. Oradan xidmət seçir müştəri. Məsəl üçün, mən seçmək istəyirəm kart xidməti, ikinci xidmət. Bu kart xidməti bura düşür. Mən buradan seçən kimi, buradan çek çıxır və gördüyünüz kimi yeni bir bilet yarandı. Növbədə 4-cüyəm və mənim adım çıxdıqda onu göstərəcəkdir. Həmçinin belə bir operator paneli mövcuddur. Operator daxil olduqda masasını seçir, oturduğu masanı. Burada növbəti müştəri çağırır ola bilər, dayandır və ya fasilə verir, basa bilər, təkrar çağır və ya xidməti tamamla. Həmçinin rəhbər şəxslər üçün belə bir dashboardumuz var. Dashboardda hansı xidmətlər neçə nəfər adam gəldiyini göstərir, ümumi bu gün ərzində neçə nəfər bilet göstərib, bu ay ərzində neçə nəfər bilet gətirib, orta gözləmə vaxtı, bu gün təxmini işləmiş vaxt sayı, son 7 gündə götürülmüş bilet sayı, masalar üzrə statistika var. Həmçinin pik saatları göstərmiş olur. Həmçinin xidmətləri, masaları dəyişmək üçün, masaları xidmətləri birləşdirmək üçün, operator yaratmaq üçün, operatorların daxil olub müəyyən masalara daxil olması üçün belə bir admin panelimiz var. Burada yaradılan xidmətlər sizdə həm müştəri bilet götürən yerdə, həm də onlayn monitorda əks olunur.